Bir insan düşünün. Hər səhər gözlərini açır, amma ayağa qalxa bilmir. Yeməyini öz əli ilə yeyə bilmir. Geyinmək üçün köməyə möhtacdır. Dərmanını vaxtında qəbul edə bilmir. Bu, minlərlə insanın gündəlik mübarizəsidir. Və bu yolda onlara dəstək olan görünməz qəhrəmanlar var. Gəlin bu sosial layihədə bir olaq və qayğıkeşlərimizin həyatını birlikdə dəyişək. Bu baxıcı 24 saat, 365 gün məsuliyyət daşıyır. Öz həyatını, karyerasını, sosial həyatını ikinci plana ataraq bütün gücünü sevdiyi insana verir. Fiziki yorğunluq, yuxusuzluq, psixoloji tükənmə, maddi sıxıntı, hüquqi əsas. Bu vicdan məsələsi deyil, vəzifədir. Azərbaycan Respublikasının konstitusiyası sosial dövlət prinsipini açıq şəkildə təsbit edir. Birləşmiş Millətlər Təşkilatının əlillərin hüquqları haqqında konvensiyası baxıcıların əməyini insan hüquqlarının ayrılmaz hissəsi kimi tanıyır. Bu, dövlətin öz vətəndaşına borcudur. Biz hazırladığımız layihədə tələb olunan budur. 2500 baxıcıya aylıq 1500 manat əmək haqqı, tibbi sığorta, kommunal və nəqliyyat güzəştləri, pulsuz psixoloji dəstək proqramı, rəsmi əmək müqaviləsi ilə hüquqi status. Layihənin illik büdcəsi 51 milyon manatdır. Bu məbləğ 2026-cı il dövlət büdcəsinin ümumi xərclərinin cəmi %0,12%-ni təşkil edir. Bu o deməkdir ki, yalnız həmin 40 günlük windfall gəlirinin 4,3%-i bu layihənin tam bir illik xərclərini ödəyir. Qalan 95,7%-ə toxunmaq belə lazım deyil. Baxıcılar aldıqları maaşı nəyə xərcləyər? Ərzağa, dərmana, kommunal xərclərə, uşaqlarının təhsilinə. Dövlətin xərclədiyi 51 milyon manat real iqtisadiyyatda 341 milyon manata yaxın iqtisadi aktivlik yaradır. Bu aktivlik vergi gəlirləri şəklində büdcəyə geri qayıdır. Güclü dövlət isə ən zəif vətəndaşını qoruyandır. Bu yazını paylaşın. Hər paylaşım bir səsdir. Fikirlərinizi şərhlərdə yazın. Bu səs kifayət qədər ucalsa, qanun dəyişər. Bu layihə kimin üçündür? Bu layihə yalnız əlillər üçün deyil, yalnız baxıcılar üçün deyil. Bu layihə bizimlə bir ölkədə yaşayan hər insan üçündür. Çünki sabah bu vəziyyət sizin ailənizdə də ola bilər. Azərbaycan dünyəvi dövlətdir. Güclü dövlət isə ən zəif vətəndaşını qoruyandır. Sizdən xahiş, bu yazını paylaşın. Hər paylaşım bir səsdir. Fikirlərinizi şərhlərdə yazın. Tanıdığınız bir baxıcı varsa, bu yazını ona göndərin. Bu səs kifayət qədər ucalsa, qanun dəyişər. Mövzu haqqında daha ətraflı linkdən tanış ola bilərsiniz.